Salam əziz izləyicilərim. Bugün sizə Ələddinin sehirli çırağını nümayiş etdirmək istəyirəm. Deməli, bu ilk görünüşdə Ələddinin çırağıdır, amma bunun böyük rolu var. Hamımız bilirik ki, mətbəxdə yemək bişirdikdən sonra evi xoşagəlməz ətirlər bürüyür və evi təravətləndirmək üçün belə bir ürün çıxdı. Deməli, bunun yandırıcı maddələrini belə satırlar. Onlardan birini alıb, yandırıb, içine qoyuruq və ağzını kip örtürük. Düz yarım saat dayanmadan onun tüstüsü bütün evi təravətləndirərək evimizin ətrini çox xoş edir. Yorumlarda rəylərinizi mənə bildirməyi unutmayın.